Bizim gördüyümüz, gözümüzün önündə böyüyen Aynur bir başqa çılğın idik biz onda. Doğrudan çılğın idik. Nə vaxt böyüdün bəs? Mən belə deyim də, mən 8-ci sinifdə oxuyanda atamı itirmişdim o vaxtlar. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Atamdan sonra mən daha güclü oldum yəni. Yəni ona o rəhmətə getməmişdən qabaq ona çox belə necə deyim, arxayın idim ki, yəni arxamda atam var da, yəni məni qoruyacaq. Bu mövzular biraz ondan sonra bəli, məsuliyyət ondan sonra isə bəli, mən üçün doğrudan həqiqətən çox çətin oldu və özümə fikirləşdim, dedim ki, mən güclü olmalıyam, çünki mənim anam da düzdür mənlə bir yerdədir, bir yerdə bərabər yaşayırıq, qardaşım gil hamımız bir yerdə. Allah yenə deyirəm, bütün anaların canını sağ eləsin. Nə yaxşı ki, mənim anam var. Hər şeydə o mənə dəstəkdir oradan. Başqa bir iş yerində çalışdın mı heç? Yox. Başqa iş yerində bir dəfə olub, paltar mağazasında çalışmışam. O da bir ay çalışdım, amma ondan sonra isə sonra mənə hər kəs dedi ki, sənin gözəl səsin var, niyə oxumursan, davam elə və belə. Ondan sonra dedim ki, yox, mən oxumalıyam. Çünki mənim atamın arzusuydu. Həmişə deyirdi ki, mən istəyirəm mənim qızım müğənni olsun. Həmişə o sözü deyirdi. Həyatda olanda belə deyirdi ki, sən sponsorum mən olacağam. Həmişə bu sözü deyirdi. Ona görə də mən də istəyirəm onun arzusunu yerinə yetirim. Bilirəm bu şey elə bir şeydir ki, yəni bu tez bir zamanda olmur. Yavaş-yavaş. Hər şey ola bilər.